Nəsibə xanımı mən ilk dəfə görmüşəm 2-ci sinifdə oxuyanda. Cahangirin dalıyca gəlmişdi. Və mənə dediyi ilk söz oldu. Sən də Cahangir kimi çinmisən ki, Şernildə. Və mən Cahangirlə Nəsibə xanımın dalıyca gedirdik və o boyda Nəsibə xanım 11 nömrəli tramvaya mindi. İndiyəcən yadımdaydı. Açıq çəhrayı rəngində gözəl bir ayaqqabısı vardı. Düşmən ayağa baxar, ancaq mən uşaq idim də onu gördüm. Və çox gözəl giyimli ona belə bir yufkası var idi. Və Nəsibə xanım 11 nömrəli tramvayda əlini tutmuşdu, o gedirdi və harasa uzaqlara baxır. Və ona tramvaydakilər donmuşdular, donmuşdular. Və nəhayət birinin buzu açıldı, istədi dursun, Nəsibə xanım onu otuzdurdu və öz evlərinin qabağında düşəndə dedi ki, gedə biləcəksən evə qədər, mən bir dayanacaq o tərəfdə dedim. İkinci görüşümüz Yesintükü şəhərində oldu. Bir də baxdım, gördüm ki, Azərbaycandan ora müalicəyə gələnlər yığışıb nəysə baxırlar, hamısı Azərbaycanlıdır, gördüm Nəsibə xanım. Yanında Cahangir, Müstəllib əmi. Lütfəli Abdullayev. Bunlar nəysə konsertə gəliblər. Mən istədim özümü anama görsədim ki, mən də balaca uşaq deyirəm. 5-də oxuyurdum. Getdim Cahangirlə görüşdüm. Nəsibə xanım məni qucaqladı. Oğlunun dostu. Və səhərsi günü mən bir də baxdım ki, bütün parkdakı Azərbaycanlılar mənə baxır. Ki, Nəsibə ilə qucaqlaşan uşaq bu idi. Nəsibə xanım bizim idi. O bizim Nəsibə idi. Və Allah ona qəni-qəni rəhmət versin.